Musiqinin halal və ya haram olması ilə bağlı sənəd və mətn baxımından səhih hədislər varmı? Bu çox mühüm sual üçün sənə təşəkkür edirəm. Düşünürəm ki, bu bir çox insan üçün olduqca əhəmiyyətli bir məsələdir. Çünki bu gün musiqi cəmiyyətdə və dünyada hər yerdə mövcuddur. Haraya getsən, musiqi eşidəcəksən. İstər filmlərdə, istər küçələrdə, mağazalarda, dükanlarda, toy mərasimlərində və s. Bu məsələ uzun müddət mübahisə və fikir ayrılığına səbəb olub. İslam daxilində müxtəlif məktəblər və alimlər bu məsələ ilə bağlı bir-birinə zidd olan fətvalar veriblər və bu mövzunun bu qədər çaşdırıcı olmasının səbəbi aşağıdakılardır. Bizdə Muhammed və Ali Muhammeddən gələn bir çox rəvayət var. Onlar açıq şəkildə bildirirlər ki, oxumaq, musiqi və rəqs tamamilə haramdır. İndi sizə Əhl-i-Beyt əleyhissalamın sözləri haqqında deyə biləcəyim budur. Mən deyə bilərəm ki, Əhl-i-Beyt əleyhissalam bəzi sözləri fərqli mənalarda işlədirdi və ya elə sözlərdən istifadə edirdilər ki, bu sözlər ümumi cəmaət üçün bir şey ifadə edərdi. Amma əslində onların altında başqa, xüsusi və ikinci bir məna olardı. Oxumaq, əxlaqsızlığı açıq-aşkar davranışları, haramı qızışdıran və təşviq edən bir şeydir. Harama təşviq edən hər nə varsa, bu qina və ya oxumaq sayılır. Elə deyilmi? Rəvayətlərdə bəhs edilən və icazə verilməyən oxumaq da məhz budur. Amma bu deyilənlərdən başqa hər şey icazəlidir. Məsələn, ilahilər oxumaq, təriflər söyləmək, ümumiyyətlə oxumaq nə deməkdir? Oxumaq sözü nə mənaya gəlir? Bu qafiyəli sözləri melodik şəkildə ifadə etmək deməkdir. Əgər tərif bu cürdürsə, o zaman Quranın özü də oxumaqdır. Elə isə əgər mahnı bu deməkdirsə, o zaman Əhl-i-Beytin bəzi səhabələrini ruhlandırmaq üçün oxunan şeirlər də bu qəbildəndir. Məsələn, İmam Rıza əleyhissalam zamanında yaşamış və daima Əhl-i-Beyti tərifləyən məşhur şair Dibəl. İmam onu bu işi davam etdirməyə təşviq edirdi. Bəs bu da mahnı sayılmazmı? İki cür mahnı var. Biri şeytanın, iblisin və haram əhlinin mahnısı, digəri isə Allahın əhlinin mahnısı. Beləliklə, açıq aydındır ki, burada iki fərqli növ oxumaq mövcuddur. Bir tərəfdən şeytanın, iblisin xalqının, haram əhlinin, küfr əhlinin oxuması var, digər tərəfdən isə Allahın əhlinin oxuması var. Hətta müqəddəs kitabda və digər rəvayətlərdə mələklərin göylərdə Allahı tərifləyərək mahnı oxumasından bəhs olunur. Bu halaldır, digər isə haramdır. Əxlaqsızlıq, ehtiras, cinayət, qarət və ya zina etməyə təşviq edən və ya söyüşlərlə dolu musiqilər bunlar haramdır. Həmçinin Bibliyada çoxlu rəvayətlər və ayələr var ki, mələklərin səmada Rəbbə tərif oxuduqlarından danışır. Elə deyilmi? Odur ki, biri halaldır, digər isə haram. Əxlaqsız, açıq-saçıq, həvəsi qızışdıran, adamı soyğunçuluğa, qətl törətməyə, zinaya sövq edən və ya nalayiq sözlərdən istifadə edildiyi musiqi, mahnı, rəqs hamısı haramdır. Yaxşı və digər bütün musiqilər halal sayılır. Və bəlkə də bu dəvətdə olmayanlar üçün bu çox şey ifadə etməz. Amma bilinməyən 124 min peyğəmbər olub. Yəni insanlar onların peyğəmbər olduqlarını bilmirdilər. Onların arasında Aristotel, Sokrat, Platon, Pifagor və Yunanistan və Roma dövründə yaşamış digər filosoflar da var. Onlar musiqinin ruhu dincəltdiyi, ruha enerji verdiyi və ya öz-özlüyündə ibadət forması olduğu barədə çox danışıblar.